Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accel feracahum. Bugün Mart ayının 13-sü 2026-cı il Ramazan ayının 22-sinə təsadüf edir. Bu da o deməkdir ki, Qədir gecəsi üçün ehtimal olunan 3 gecədən biri məhz bu gecədir. Şiə mənbələrinə görə Qədir gecəsi bir gecə olmasına baxmayaraq o 3 gecədə ehtimal olunur. Və yenə də hədislərə istinadən deyə bilərik ki, Qədir gecəsinin ən çox ehtimal edilən gecə məhz Ramazan ayının 23-cü gecəsidir. İnşallah bu gecədə daha çox ibadət olunmalıdır. Qədir gecəsinin özünün əməlləri var, onları edilməlidir. Allahla razı niyaz və bağışlanmaqlıq dilənməlidir. Allah hər kəsə bu gecəni deməli əməllərindən biri də əhya saxlamaqdır. Allah hər kəsə bu gecənin əməllərini layiqli yerinə yetirənlərdən və bağışlananlardan qərar versin. Əziz izləyicilər, mən bir neçə dəqiqə istəyirəm sizə deməli bu günlərdə Space kanalında yayımlanan inam verilişində bəzi hadisələrlə bağlı danışam. İnam verilişi demək olar ki, Space televiziyasında illərdir belə bir veriliş yayımlanır. Tamada kimi özünü aparan bir Seyyid Camal adında bir şəxs o verilişin moderatorudur. Və onu deyim ki, o verilişdə bir kəlmə ilə o verilişi əgər biz təqdim etsək ki, o veriliş necə verilişdir, deyə bilərik ki, o verilişdə Allahın, Peyğəmbərin, imamın, məsumların adlarından daha çox Qarabağ Fatihi, dırnaqarası mən bu Camalın dili ilə deyirəm, Qarabağ Fatihi kimi təqdim elədi. İlham Əliyevin adı orada daha çox zikr olunur. Nəinki Allahın, Peyğəmbərin. Bu elə əsas verir ki, biz o verilişi qiymətləndirək. Əlqərəz, verilişdə daha doğrusu birinci Qədir gecəsində, yəni 8 mart 9-una keçən gecə bir veriliş hazırlayıblar. Təqribən 2 saat 2 dəqiqə 35 saniyəlik bir verilişdir. Bu verilişin 1 saat 43-cü dəqiqəsinin 46-cı saniyəsində bir izləyici sual verir. Biz onu da deyim ki, mən bir neçə dəfə bu verilişi tənqid etmişəm. Amma burada da bəzi məqamları demək zərurəti üzərimə düşdü. Ona görə bəzi məqamları deməliyəm. Deməli, bir izləyici verilişə bağlanır. Çox güman ki, bunlar öncədən verilən sualları toparlayırlar, hansı uyğun sualları efirə buraxırlar. Birbaşa canlı deyil, yəni. Və o namaz halında birinci və ikinci rəkətdə şək ilə bağlı, yəni burada şəri cəhətdən şəkkiyat deyirlər buna, risalə dili ilə desək, namazın şəkkiyatı. Və birinci və ikinci rəkətdə şəkk eləyirəmsə, mən nə etməliyəm, çıxış yolu nədir? Bunun da aydın hökmü var. Belə bir sual verir. Həmən orada oturan şəxslər də onlardan mən ikisini tanıyıram. Biri Vüqardır, bir neçə dəfə onu tənqid eləmişəm. Sonra Ceyhun Məmmədovdur. Ceyhun Məmmədovu da, indi onun haqqında da biraz danışmağa niyyətindəyəm. Və bir dənə də gənc, çox ehtimal verdiyim onun danışıqlarına qulaq asdım və ehtimalım bu oldu ki, o Vəhabidir. Deməli, əslində o adamların elə hər üçü Vəhabi düşüncəsində və Vəhabi əqidəsində olan adamlardılar. Həm Ceyhun, həm Vüqar, həm də o Abdullah idi, səhv etmirəmsə o gəncin adı. Onların hər üçü. Onlar isə cavab verir, Abdullah ilə cavab verir, Ceyhun Məmmədov da ona düzəliş eləyir. İcazə özlə mən həmən o hissəni sizə təqdim edeyim, sonra deməli etirazımı və orada olan o qüsurları qeyd eləyəcəm. Və redaktor mənim iştirak. Buyurun. Namaz qılan vaxtı birinci ülkətdən sonra birdən ikinci ülkəti qırıram. Necəsə yadımdan çıxır ki, ikini qurmuşam, yox. Məcbur olub yenidən ikinci ülkəti qırıram.
Yəni bilmək istəyirəm görüm bu halda namaza bir qərar gəlmir ki, Sual məlumdur. Biraz da indi bunu biz cavabı Bizim Azərbaycan xalqı halallıqdan nə? Çünki sizlər bizə haqqınızı halal edin. Ona görə 100 millə Quran qarisi. Belə halallıq istəyirlər artıq yazılır xarakter. Gəlib ən gözəl, ən asan üsul budur ki, Bax, mən biraz ötürdüm çünki orada lazımsız fikirlər səsləndirilib. O tamada kimi özünü aparan moderator hər şeyə lazım gəldi, gəlmədi, müdaxilə eləyir. Ona görə də orada zəruri bir şeylər yoxdur. Cavabı dinləyək. qəlbindəki əgər ikinci rükəti qılır, lakin deyir ki, bəlkə də birinci rükətdir, hansına daha çox niyyəti varsa, o niyyətdən tutsun və davamını ona görə qılsın. Əgər ikinci rükətdədir, lakin elə düşünür ki, birinci rükəti qılıram, fikri yayğınlığı yaxlaşdırsın, elə birinci rükət kimi qılıb, növbəti ikinci rükət tamamlasın, bitirsin. O şəkildə inşallah Allah namazını qəbul edir. Müqəmmə əlavəniz var mı? Orada sonda səhv səcdəsi eləməlidir, mütləq şəkildə. Yəni elə bir Abdullah qardaşımız düz dedi. Az götürür. Məsələn şübhələnir ki, bir qılıb, yoxsa iki qılıb. Bir rükət kimi götürür, təkrar qılır. Sonda salam verməmişdən əvvəl 2 dəfə səcdə eləyir, sonra salam verir. Yəni səhv səcdəsi eləməlidir mütləq. Əziz izləyicilər, eşitdiniz bunların cavabı. Deməli, 1 və 2-ci rəkətdə necə olmalıdır? Bunlar dedilər ki, biri götürməlidir, azı götürməlidir, rahatlıq olsun və s. Bu cavab, deməli, biz indi baxaq bu hökmün İslam məzhəblərində bu hökmün cavabı nədən ibarətdir? Bilirsiniz ki, İslamda 5 dənə məzhəb var. Onun biri Şiə məzhəbidir, 4-ü isə Sünni məzhəbidir. Mən o məzhəbin cavablarını sizin diqqətcə çatdırdım. Hənəfi məzhəbi, əgər insan birinci və ikinci rəkət arasında şübhə edərsə, yəni birinci, ikinci rəkətdə şübhə etmək nə deməkdir? Bəlkə bəzilərinə qaranlıq qalır. Yəni adam birinci rəkətdən ikinci rəkətdə şübhə etmək o deməkdir ki, adam bilmir, mən birinci rəkət qılıram ya ikinci rəkəti qılıram. Hansı, neçənci rəkətdəyəm? Çünki namazın 4 rəkəti var da, ən çox 4 rəkətli namaz var, 3 rəkətli namaz var və 2 rəkətli vacib namazlar var. Ona görə də söhbət 1-dən 2-dən gedir. Mən birinci rəkəti qılıram, yoxsa ikinci rəkəti? Hənəfi məzhəbində bu sualın cavabı belədir. Namazı yenidən qılmaq daha doğru sayılır. Yəni namazı pozursan, namazı yenidən qılırsan. Əgər tez-tez şübhə edən adamdırsa, sonra şərt qoyur. Daha güclü ehtimal etdiyi rükəti götürür və namazı davam etdirir. Bu, Abdullahın təqribən verdiyi cavab idi. Sonda səhv səzdəsi edir, səzdə-i səhv edir. Şafii məzhəbinin cavabı, şək ediləndə ən az olan götürülür. Yəni, bir rəkət qıldığını qəbul edir, namazı davam etdirir və səzdə-i səhv edir. Bu da səzdə-i səhvi deyil. Amma 1 və 2-də şək eləyirsə, bir rəkət götürüləcək. Maliki məzhəbinin hökmü bununla bağlı. Əgər rükət sayında şübhə olsa, az olan qəbul edilir, bir rəkət, namaz davam edir, sonda səzdə-i səhv. Maliki ilə Şafii təqribən eyni görüşdədirlər bu məsələdə. Həmbəli məzhəbində deməli, burada deyir ki, Həmbəli məzhəbi, yəni 4-cü Həmbəli məzhəbi yəqin olanı götürür, az olanı, yəni bir rəkət hesab edilir, namazdan əvvəl və ya sonra səzdə-i səhv edilir. Düz namazdan əvvəl necə səzdə-i səhv edilməlidir, bu cümlə anlaşılan deyil. Amma demək olar ki, ümumilikdə hər 4 məzhəbin 4-ü də demək olar ki, Hənəfidə biraz fərqlidir, amma 3 dənə məzhəbdə Maliki, Şafi və Həmbəli bunlarda təqribən eynidir, yəni az nədirsə onu götürəcək. Cəfəri məzhəbinin, yəni bizim şiələrin, 12 imamçıların fətvası, hökmü nədir bu məsələdə? Birinci və ikinci rəkətdə şək eləmək namazı batil edir. Bu bir mənalıdır. 1-də və 2-də şək qəbul deyil, bu bir mənalı olaraq namazı batil edir. Əgər bir adam birinci və ikinci rəkətdə şək eləyirsə, onun namazı batildir, namazı yenidən başlamalıdır. Bu, deməli, Cəfəri məzhəbinin hökmüdür. Əziz izləyicilər, biz qayıdırıq yenidən verilişə. Görürsünüz ki, Space kanalında bu veriliş yayımlanır və burada belə bir sual ünvanlanır.
Burada oturan, ilahiyyatçı adı ilə oturan şəxslər, dini suallara cavab verən şəxslər, əslində normalda şəri hökmlərdə belə bir qayda var. Əgər şəri sual soruşulursa, cavab verən şəxs onun hansı məzhəbdə olduğunu soruşmalıdır. Onun haqqı yoxdur ki, məsələn, biri fərz eləyək, sünnidirsə, Hənəfi məzhəbindədirsə, Şiyə ondan soruşur, o Hənəfi məzhəbinin görüşünü ona deyə bilməz. O Şiyə məzhəbinin görüşünü ona deməlidir. Və yaxud da bir dənə Şiyə mollasından, Şiyə ruhanisindən, Maliki məzhəbinin bir nümayəndəsi hər hansı bir şəri məsələ soruşursa, Şiyə ruhanisi ona soruşmalıdır, sənin məzhəbin hansıdır? Və çünki məzhəblər, hər kəsin məzhəbi var, məzhəblər də bəzi görüşlərdə fərqlilik olur. Ona görə də hər kəs öz məzhəbinin görüşünə uyğun şəri məsələləri yerinə yetirməlidir. Bu Ceyhun və o Abdullah Gənc elədikləri yanlış bundan ibarətdir ki, bunlar o soruşan adamın ən azı məzhəbini soruşmalıdırlar ki, sən hansı məzhəbə uyğun şəri məsələləri yerinə yetirirsən, ona cavab verməlidir. Bu yəqin ki, onların, mən hesab edirəm ki, onlar Şiənin şəri məsələlərini bilmirlər, Şiənin haqqında o qədər də kitab oxumurlar, məlumatsızdılar, savadsızdılar Şiələrlə bağlı baxmayaraq Şiələrdə, Şiə ruhaniləri bütün məzhəblərin şəri hökmləri ilə tanış olurlar, maraqlanırlar. Amma onların əksəriyyəti Şiənin kitabını oxumağı qadağan eləyirlər hətta. Çünki əgər Şiənin kitabı oxunularsa, o zaman Şiənin haqq olduğu üzə çıxır və bu da onlara sərf etməyəcək. Əzizlər, mən burada bir neçə deməli məsələyə toxunmaq istəyirəm. Birinci toxunmaq istədiyim məsələ Ceyhun Məmmədovla bağlıdır. Bilirsiniz, Ceyhun Məmmədov Azərbaycanda millət vəkilidir. Yəni Milli Məclisin üzvüdür, deputatdır. Və bu siyasi bir görəv hesab olunur. Seçki yolu ilə seçilir, siyasi bir görəv hesab olunur. Azərbaycan qanunlarına görə Azərbaycanda din xadimi statusu daşıyan şəxs seçkilərə qatıla bilməz. Hər hansı bir seçkili orqana qatıla bilməz. Nə bələdiyyə seçkilərinə, nə deputat seçkilərinə, nə prezident seçkilərinə. Bu qanunla qadağan olunmuş bir məsələdir. İkinci tərəfdən Azərbaycanda din, deməli, din axund və yaxud da hər hansı din xadimi daha doğrusu, din xadimi olmayan şəxslərin dini suallara cavab vermə özü ictimai şəkildə, bu fərdi şəkildə kimsə kim qarşılaşırsan, istədiyin adamdan bir din bilgisindən nəsə soruşursan, o ayrı bir mövzudur. Amma deməli, dini titulu olmayan bir şəxsi efirə çıxardıb orada din eksperti kimi onu orada verilişdə təqdim eləmək və dini sualları bu adama ünvanlamaq, bu da qanunla yenə qadağan olunmuş bir məsələdir. Biz bunun da nümunələrini göstərə bilərik ki, Azərbaycanda yüzlərlə, minlərlə ruhanilər var ki, onlar baxmayaraq ki, ruhanidirlər, amma onlar gedib, məsəl üçün, hər hansı bir hüzür məclisində, yas məclisində onlar dini ayinləri icra etdiklərinə görə onlar cərimələniblər. Çünki deyiblər ki, sizin deməli bu işi görmək üçün dini qurumlarla iş üzrə Dövlət Komitəsindən hər hansı bir icazəniz yoxdur. Burada belə bir sual yaranır. Ceyhun Məmmədovun dini komitədən bu cür dini ekspert kimi təqdim edilməsinə görə onun icazəsi var ya yox, sertifikatı var ya yox. Əgər varsa, o zaman bu necə deputat seçilir? Əgər yoxdursa, o zaman niyə qanun pozuntusu baş verir? Bütün efirdə bu günləri biz açıq şəkildə görürük ki, qanun pozuntusu baş verir və bir dənə din xadimi olmayan bir şəxs çıxır, dini mövzularda, efirdən dini mövzularda cavab verir və s. Bu məsələnin bir tərəfi. İkinci məsələ, deməli, mən bu həmən yenə verilişlə bağlı danışıram. Bu verilişdə əgər bu veriliş həqiqətən ilahi bir verilişdirsə, burada Quranın göstərişlərinə əməl olunmalıdır. Bu verilişdə yox, bundan sonraki verilişlərdə təqribən deməli, dünənki mən buraxılışına baxanda, dünənki buraxılışında gördüm ki, üzr istəyirəm, dünənki buraxılışında mən gördüm ki,
deməli birbaşa efirdə bir hicabsız xanım orada bunlara çay gətirir. İslam qanununa görə qadın hicablı olmalıdır. Bu bütün məzhəblərdə qəbul olunmuş bir mövzudur. Kimsə fərdi şəkildə durub deyə bilər ki, mən hicabı qəbul etmirəm və s. Amma bütün məzhəblərin, yəni 5 dənə məzhəb var İslamda, 6-cı məzhəb yoxdur. 5 dənə məzhəb var. 5 dənə məzhəbin 5-inin də görüşü bundan ibarətdir ki, hicab qadına vacibdir. Müəyyən, məsələn, cərəyanlar var, müəyyən hərəkətlər var, müəyyən şəxsi ilahiyyatçı kimi, Elşad Miri kimi məsələn şəxslər çıxıb müəyyən vacibatları qadağan inkar eləyirlər, hicab vacibdir, o vacibdir, bu vacibdir və s. Bunlar ayrı bir mövzudur. Biz əsasən əsaslanırıq məzhəblərin görüşlərinə və 5 dənə məzhəbin 5-i də açıq şəkildə görüşü bundan ibarətdir ki, İslamda hicab vacibdir. Əgər Qurana əməl olunmursa bir İslam məclisində, bir Quran məclisində, Quranın təbliğat məclisində, onda artıq da bu mövzudan heç danışmağa dəyməz. Yəni bu verilişdən burada hər hansı bir İslami təbliğatdan gedə bilməz. Digər məsələ, əzizlər, bugünkü biz görürük Azərbaycanda efirdə, məsələn, 2-ci Əhya gecəsində təqribən 5 saatlıq, 5 saat 12 dəqiqəlik bir efir, canlı efir deməli verildi. Ondan sonra da hər gün təqribən 2 saat iftara yaxın, sonra səhv etmirəmsə, səhər-səhərlərinə də imsak verilişləri də eləyirlər. Mən düz imsak verilişlərini izləməmişəm, amma iftara yaxın verilişi təqribən 2 saat. Bugün Azərbaycan bir efir məkanında 2 saat İslam dininə bağlı bir verilişə yer ayrılması bu ciddi şübhələr doğuran məqamdır. Və biz burada gördük ki, bu cür deməli verilişdə İslamdan hər hansı bir İslamın əqidə baxımından, İslamın şəri hökmlər baxımından hər hansı bir deməli ciddi bir nəsə görmürük. Əslində orada insanları ancaq o dediyim kimi deməli o aparıcının bəzi davranışları, ora dəvət olunan qonaqlar, çox təəssüflər olsun ki, ora bir neçə gün bundan əvvəl Seyid Rəşidi də dəvət eləmişlər. O da o verilişdə oldu. Mən onu da tənqid etdim. Bu üzücü bir hadisədir. Yəni biz bu istisna hallarını əgər ortadan tam götürsək və deyə bilərik ki, bu cür verilişlərin Əhl-i-Beyt məktəbi ilə ümumiyyətlə əlaqəsi yoxdur. Amma zaten yenə də deyirik, çünki Əhl-i-Beyt məktəbində hər hansı bir şiə mollasının ora çağırılması hələ bu Əhl-i-Beyt məktəbinin təmsilçiliyi deyil. Çünki orada oxunan Quran deməli Vəhhabi üslubu ilə oxunur. Üzr istəyirəm, oxunan azan Vəhhabi üslubu ilə oxunur. Orada danışılan söhbətlər deməli demək olar ki, digər 4 məzhəbin fiqh və etiqad qaydalarına uyğun təbliğat aparılır. Amma nəzərə almalıyıq ki, biz Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti, yenə mən burada faiz deməyəcəm, ən azı 70-75% nə yaxını deməli şiə məzhəbinin təmsilçiləridirlər. Buna görə də bu cür verilişlərdə ən azı qeyd olunmalıdır. Bir ilahiyyatçı kimi verilişə çıxarılıb, sonra orada hər hansı bir şəri məsələ deyilirsə, o zaman qeyd olunmalıdır ki, qardaş, bu məsələnin cavabını biz deyirik filan məzhəbin görüşünə görə. Amma hər hansı bir məsələn Əhl-i Təsənnün qardaşlarımızın görüşünə görə şəri məsələ deyilib, onları şiələrin tətbiq etməsinə, çünki bu tətbiq olunacaq, tətbiq etməsinə yönləndirilirsə, bu özü böyük yanlışdır. Bu insanların inancı ilə, etiqadı ilə, ibadəti ilə oynamaqdır və bu işi də əlbəttə ki, Azərbaycan hakimiyyətinin göstərişi ilə yeni Azərbaycan milli din modeli, sekulyar İslam modelinin bu deməli təzahürüdür. Yadınızdadırsa, mən elə illər bundan əvvəl Azərbaycanda konkret olaraq bəzi ruhaniləri tənqid eləyirdim. Ona görə ki, onlar Azərbaycanda sekulyar İslamın təbliğatçısına çevrilmişlər. Onlar yeni özlərindən Amerika kəşf edirlər ki, biz yeni milli dini görüş ortaya qoyuruq. Azərbaycanda milli dini görüş bax bunlardır.
bu deməkdir. Bir dənə deməli özünü bilməyən, özünü tanımayan, o qədər dərin bilgilərə sahib olmayan və yaxud da hər hansı bir siyasi cərəyanın maşasına çevrilmiş şəxslər, ən azı hakimiyyətin qulbeçələri bura çıxarılır. Tarla, kamanla, gitarə ilə, lamba-lumba ilə, indi bir neçə vaxtdan sonra yəqin ki, bu cür verilişlərdə göbək rəqsi zat da təqdim olunacaq. Buna şübhə etməyin, təəccüblənməyin. Çünki sekulyar İslam ortaya qoyulanda, sonra milli İslam görüşü ortaya qoyulanda biz sustuqsa, biz hətta əl çaldıqsa, həmən ruhaniləri gətirib çıxartdıqsa süfrəmizin başına, süfrəmizin başında onları zəhərləndirdiksə, belə də olacaq da, bunun başqa necə olmalıydı? Onlar elə bilirsiniz bizə həqiqi İslamı təqdim eləmək sonra çıxardılar. Necə olurdu bu günləri Azərbaycanda yüzlərlə qeyrətli İslam kişilərini tutub həbs eləyəndə, kimlərisə küçədən gətirib İslam adı ilə cəmiyyətə sırıyanda elə bilirdiniz ki, onlar həqiqətən həqiqi İslamı bizə təqdim eləyirlər. Eşitməmisiniz, dinini türkdən deməli öyrənən toyuq oğurlamasını halal bilər. Və belə olacaqdı da. Hər küçədən keçəni gətirib ilahiyyatçı kimi yuxarı keçirdəndə, ondan sonra onu bəhbəhlə, alqışlarla qəbul eləyəndə, onun yanlış sekulyar İslam nəzəriyyəsini, milli İslam görüşü nəzəriyyəsini qəbul eləyəndə, axırda belə olur da, bir nəfər gəlib çıxacaq, orada deməli İslamı göbək rəqsi formasında təqdim eləyəcək. Bax, yaxınlarda, yaxın deyiləndə mən konkret bir neçə gündən sonranı demirəm. Mən ümumi yaxın deyəndə gələcək mənasında işlədirəm. Yaxınlarda çox güman ki, siz bunu da görəcəksiniz ki, artıq keçən verilişlərdə deməli, orada bir müğənninin oxuması, tarkamanı da bunlar oldu artıq. Deyəcək, artıq bunlardan sonra göbək rəqsinə keçiddə an məsələsidir. Buna da heç cür təəccüblənməyin. Əzizlər, bu mövzular hamısı bir mənalı olaraq Azərbaycan cəmiyyətindən bağlıdır. Çünki Azərbaycan cəmiyyəti bu mövzulara reaksiya vermədikcə, dindən uzaqlaşdıqca, dini deməli özünkü bilmədikcə, dinə ehtiyacını duymadıqca belə də hadisələri biz müşahidə edəcəyik. Azərbaycan cəmiyyəti öz dininə qayıtmalıdır və bütün ehtiyaclarını dində axtarmalıdır. Din bizim üçün bir tarix deyil. Quran bizim üçün bir nağıl kitabı deyil. Quran və din bizim üçün ehtiyacdır. Ehtiyac. Biz belə qəbul eləməliyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahümme anda.